Yəni, baxın, 3D'lər və bunlardır. 3D'də e, məqsəd 2D var, bir də 3D var. 3D'yə əsasən belə deyək, baxın, bu 2D'dir, çəkilib adi bir şəkildə kurvetuluna, fiqur vasitəsilə artı neyiniz çəkirsiniz. Və avtomatik olaraq illüstratorda 3D-yə çevirmiş olursunuz. Avtomatik olaraq deyil, təbii ki, orada artıq funksiyalar var, tənzimləmiş olursunuz müəyyən pozisiyaları. 3D-də əsas 3D-yə necə çevrilir? Kölgələr vasitəsilə çevrilir əslində. Yəni bir kölgə işıq 2D-ni 3D eləmiş olur. Yəni və qabarıqlaşdırmış olur həmçinin. Və bu necə istifadə edilir? Gəlirik, tutaq ki, hər hansı bir istədiyiniz bir element olsun, hərf olsun, nə istəyirsiniz, hətta hərfi belə eləmək olur. Lap tutaq ki, hərfi eləyək. Yazını da eləmək olar, hərfi də hər hansı bir illüstrativ bir şey də çəkib eləyə bilərsiniz. Fərqi yoxdur yəni. Tutaq ki, bu hərfidir. Bu böyüdür. Buna rəng veririk. Ondan sonra bunu expand edirsiniz. Expand edirsiniz. Vektor halında saxlayırsınız bunu. Genişlənmiş şəkildə olur. Sonra gəlirsiniz effekt. Effektdə burada 3D end matrix var. Burada 3D klassik köhnə variantdır. Onu işlətməyə ehtiyac yoxdur. Burada 3D end material seçəndən sonra extrude bevel var. Buna keçid edirsiniz. Belə bir pəncərə çıxır qabağımıza. Bu tipdə bir pəncərə çıxdı. Hal-hazırda da buradan da görə bilir ki, bizə ilkin variantda olan bir 2D-ni 3D-yə çevirib artıq. Və fikir verirsiniz, burada artıq kölgəsi, işığı onu 3D-yə çevirib. Və bu hissəyə gələ bunu baxa bilirsiniz ki, bu nə tipdə 3D-dir. Aşağıdan, yuxarıdan baxmağınız mümkün olur. Hə, əsas məsələ artıq buralardadır. Object hissəsi var, material hissəsi var, yəni aboy hissəsidir bu və işıq hissəsi, lighting hissəsidir. İşıq hissələrini oynamağımızdır. Ən sonunda da buradan render eləmiş olursunuz. Render with ray tracing edirsiniz ki, daha canlı olmuş olsun. Render hissəsini keçid eləmiş olursunuz. Birinci variantdan başlayırsınız obyekt hissəsində və obyekt hissəsində 3 tip var. 3D-nin daha doğrusu 4 dənə tipi var. İndi bu birinci hissə plane hissəsidir. Plane hissəsi adi 2D-nin plan hissəsidir. 2D şəklində planlı hissə vermiş olur. Burayla heç ehtiyac yoxdur tənzimləməyimizə. Və bir şey deyimsə ki, burada 4 dənə növdə olanlar X-Rite'dir, Revolve-dur. Burada present hissəsi X, Y, Z hamısında eynidir. Birində başa salacaq, hamısında da eyni funksiya kimi işləyir. Qalanlar artıq dəyişənlər X-Rite'da diptin olması, twistin olması, taper'ın olmasıdır. Burada da revolve'da da yəni twist və taper var. Bir də revolve angle var. Bucaq hissəsi var sadəcə. X-Rite'dan başlayırsınız. X-Rite əsasən 3D qabarıqlaşdırmış olur. X-Rite hissəsi tənzimlənilir. Bu X-Rite hissəsi necə tənzimlənir? Bizim diptimiz var. Dipt arxa hissəsidir. Arxa hissəsinin, yəni 3D materialın qalınlaşdırılmış hissəsidir. Dipti artırdıqca arxa planın qalınlığını daha da genişləndirə bilirsiniz. Azaltdıqca daha da azalmış olur. Və baxa bilirsiniz ki, nə boyda onun genişliyini gətirmişsiniz. Və bu şəkildə tənzimləyirsiniz dipt hissəsini. Twist hissəsi isə onun burulmasıdır. Arxa hissəsinin bucağının burulmasını tənzimləyirsiniz. Yəni daha çox arxa hissə tənzimlənmələri gedir burada. Dipt və twist hissəsində. Yəni twisti artırdıqca fikir versəz, arxa hissənin burulması da dəyişmiş olur, forması dəyişmiş olur. Azaldanda da normal bir şəkildə qalır, düz şəkildə. Sıfırda düppədüz şəkildədir. Twistin mahiyyəti bundan ibarətdir. Taper hissəsi isə bunun diaqonal şəkildə formasının bir növ dəyişməsidir, enləşməsidir. Fikir versəz, enləşdi hal-hazırda. Twisti azaltır. Twisti çoxaltdıqca düz şəklində olmuş olur. Bu üçü bununla tənzimləmiş olursunuz. Fikir verdiniz, yəni verdiyiniz 3D materialın, obyektivizin
arxa hissəsini, ən çox arxa hissəsini oynatmağımızdır. Qalınlaşdırmaq, bucağını dəyişdirmək, enləşdirmək bu tipdə oynamış olur. Hı Burada hı. kərp hissəsi var. Burada kərp hissəsi fill və strokedur. Bu fill iç rəngdir. Mən bunu seçdiyim zaman stroke hissəsidir. Və burada stroke şəklində yarandı, gördünüz? 3D stroke şəklindədir. Yəni iç rəngi yox eləyir, sizin üçün stroke şəklində saxlanmış olur. Maraqlı bir avantaj sağlayır. Digəri iç rəngdir. İç rəngi vermiş olur bizə. İndi gəldik bevel hissəsinə. Bevel hissəsində bu düyməni klikləyərək bevel hissəsini açırsınız. Bu artıq bevel hissəsi bunun üzünü işləməkdir. Elə bilin ki, bu bölmə, bu funksiya dipt bölmələri arxa planda işləmək üçündür. Bevel hissəsi isə fiqurunuzun və ya hərfinizin və ya hər hansı bir şeyi, yəni nəyi 3D-yə çevirsə, o materialın üzərindəkini dizayn eləməkdir. Bunun üzərini dizayn eləməkdir. Burada bevel shape hissəsi var. Bevel shape-də növlər var. Bu klassik növdür. Round hissəsi daha yumşaq edir, soft edir üzünü, üz qapağını işləyir elə bilin. Klassikdə daha sərt, çıxıntılı, girişli, detallı filan olmuş olur. Convex hissəsi o da həm soft, həm də çıxıntılı olur. Çıxıntılı detallar çıxır bu şəkildə. Step hissəsində daha sərt olmuş olur. Yenə çıxıntılı olur, amma sərt olur. Convex biraz daha yumşaq olmuş olur. Fərq sadəcə budur ikisi arasında. So, klassik outline var. İçindən detallar çıxacaq şəkildə. Round outline var. Biraz daha yumşaq, soft variantda. Fikirlərsiniz. Amma fikir verin, arxasına heç təsir eləmir, ancaq ön hissəsi də təsir edir. Ön hissələrini təsir edir. Və sugar outline. Biraz az daha çıxıntılı. Bunları hansı növdə olmasını istəyirsə, bevel shape-dən birinci onu seçirsiniz. Mən məsələn round seçdim. Daha yumşaq, soft olsun. Və sonra da o seçdiyiniz bevel shape-in, yəni hansı bevel shape-i seçmisinizsə, seçdiyiniz bevel shape-dən ondan sonra onun eni, hündürlüyü və reparity-ni oynayırsınız. Yəni en baxımından necə olsun? Gəlin başqa bir seçək ki, orada daha yaxşı görə bilərsiniz. Burada enti baxımdandır. Eyni baxımdan vizi oynadır, detalın çıxıntısını oynadır bizim üçün. Çox eləyəndə korlanır təbii ki. Height-da hündürlük baxımındandır. Yəni hündürlük baxımından çıxıntısı nə qədər olsun. Yəni hansı shape-i seçmişsə, o shape-in funksiyasına əsasən enini və hündürlüyünü oynadırsınız. Reparty isə onun saylarıdır. Yəni çıxıntıların sayı nə qədər olmuş olsun. Space isə onun yenə də hündürlüyə eni baxımından oynatmış olur, formasını dəyişir. Biraz kölgəsini də tənzimləyir təbii ki, shape hissəsi. Bu şəkildə tənzimləyə bilirsiniz. Adi bir şey konveksdə də həmçinin elə şeydir. Çıxıntısının məsəl üçün bir növ opposite rol oynayır. Reparty sayıdır. Nə qədər çıxıntı istəyirsiniz onu tənzimləyirsiniz. Bu isə bunu soft variantda salmaqdır. Space vasitəsilə. Deməli, bevel vasitəsilə də üzünü oynatdınız. Üz hissəsini oynatdınız. Üzünü hazırladınız. Ondan sonra keçid edirsiniz rotation hissəsinə. Rotation adi bir şəkildə istiqaməti tənzimləməkdir. İstəsəz mausu gətirib bu dairənin içərisinə, mausda belə dairə bir şey yarananda basıb saxlayırsınız. Fırladırsınız, necə görsənməsini siz bunu tənzimləyə bilərsiniz. Və yaxud da ki, present hissəsindən custom rotation'dan istədiyiniz rotation seçə bilərsiniz. Yəni o hansını siz seçirsiniz. Adi rotation sadəcə bu. Right tərəfdən baxsınız, left tərəfdən baxsınız, izometrik lift tərəfdən baxsınız. Hardan siz onu tənzimləyirsiniz. Ya da istəsəz belə fırlada bilərsiniz. Fərqi yoxdur ona. Və yaxud da XY-lər var. Bunları oynadaraq. Elə bilin ki, bu ruchnoy versiyadır bu hissə. Bu isə avtomatik versiyadır sadəcə. XY-ni oynadaraq. Bu şəkildə tənzimləyirsiniz. Sağ, sol, yuxarı, aşağı və ümumi Z fırladılması. Bu da perspektividir. Hansı perspektiv baxımından dursun. Genişləndirə bilirsiniz perspektivini, bazılaşdıra bilirsiniz. Onu tənzimləyirsiniz.
3D'miz hazırdır, yəni obyekti hazırdır, obyekt hissəsinə işlədiklərimiz. Deməli, Bevel hissəsi ilə biz onun üz tərəfini tənzimləmiş oluruq. Rotationlar sadəcə istiqamət üçündür. Dipt hissəsi isə, dip twist və taper hissəsi isə sadəcə arxa planını işləmək üçün idi. İndi gəlirik revolve hissəsi. Hələ də obyektdəyik ya, hələ obyektlə işləyirik. Yəni obyektdən hansını istəyirsiniz işləyə bilərsiniz. Bu revolve'dur. Revolve isə bunun bir növ jelibon kimi, donut kimi fırlatmaq üçündür. Bu revolve angle 360 dərəcə azaldanda onun forması dəyişir. Və bu şəkildə bir forma yaradır. Gördünüz, belə bir tipdə ötəki forma yaratdıq. Bunu revolve angle vasitəsilə bucağını oynadaraq eləmiş olursunuz. Siz bu şəkildə eləyə bilərsiniz. Yəni, iki yüzlü bir növ eləyə bilirsiniz. Bu da dizaynımıza, illüstrasiyamıza dəyişmiş olur. Hər obyektə başqa cür təsir edir. Bu hamısı obyektin oynadılması üçündür. Yenə burada twist var. Twist yenə bunun genişləndirilməsidir. Həmin bu extra hissəsinin olduğu kimi. Yenə taper hissəsi var. Onun genişləndirilməsi, tənzimlənməsi üçündür. Offset hissəsi yenə də bunun arxasını böyütmək üçündür. Və yenə burada left edge və right edge var. Yəni, right tərəfdən işləmək, yoxsa left tərəfdən görsənməsi tənzimləmək üçündür. Burada artıq bevel açılmır revolve hissəsində. Revolve-da daha çox bu arxa hissəsidir. Və belə donut kimi bir forma yaratmaq üçündür. Bütöv eləsəz belə forma yaradır. Eləsəz belə tort kimi belə bir şey edirsiniz. Tort dilimi kimi. Pendir tort dilimi. Bu hərfindən da ki, belə bir şey çıxartdınız. Bu tiplərdən. Yenə rotation. Rotation hər yerdə var və tənzimlənməsinə eynidir. Xüsusi bir şey yoxdur. Obyekt hissəsinin axırıncı variantı isə inflate-dir. Inflate da demək olar ki, extrude kimi bir şeydir. Hamısı bir-birinə bənzəyirlər. Bu hissələrdə birini öyrəndən sonra artıq bir-birlərinə bənzəməyə başlayırlar. Inflate hissəsində də dip yenə arxa planını genişləndirmək üçündür. Twist yenə formaya vermək üçündür 360 dərəcə şəklində. Yenə taper var. Bu taper burada uzaqlaşdıracaq dərəcədədir. Uzaqlaşdırıcı və ya yaxınlaşdırıcı kimi işləyir, amma formaya dəyişdirək. Bir də volume hissəsi var. Volume-dakı xırda şəkildə bir detallarına təsir edir. Xüsusi bir şey olmur. Belə kölgə hissələrinə. Kölgə hissələrinə təsir edir. Xüsusi bir şey yoxdur. Əsasən kölgəyə təsir edir. Başqa da burada artıq inflate işlən yoxdur. Yəni rotation tərəfləri eynidir. Əsasən 3D işləyəndə lazım olan extrude hissəsidir. Extrude vasitəsilə işləyib hazırlayırsınız. Əsasən bu işlənilir extrude hissəsində. Extrude hissəsi ilə, obyektin extrude hissəsi ilə yığdınız, tənzimlədiniz, 3D-vizə hazırladınız artıq hansı formada istəyirsinizsə. Ondan sonra gəlirsiniz, ehtiyac varsa material hissəsinə. Materialda default hissəsi adi bir materialdır, amma burada digər materiallar var. Məsəl üçün, bu tipdə bir divara çevirmək. Bu artıq aboy verməkdir. Bir növ aboy kimi düşünün, materialı dəyişməkdir. Müxtəlif cür materiallar var burada. Və aşağı düşürük. Müxtəlif cür aboylardır. Onları, formalarını dəyişməyimiz mümkündür. Belə tiplərdə maraqlı bir aboylar verir, görürsünüz. Realistik. Və bu aboylarda tənzimləyə bilirsiniz. Hər aboyun özünün tənzimlənməsi var. Burada məsəl üçün rəngini dəyişə bilərsiniz. Aboyun rəngi dəyişəcək. Aboyun rəngini, detalını dəyişməniz mümkündür. Round hissəsi var. Xırda kölgə işıqlarına. Burada yəni artıq xüsusi göstərəcəyim bir şey yoxdur. Çünki bu hər aboya görə özünüz artıq bunu yoxlamağınız kifayətdir. Çünki belə xüsusi bir şey yoxdur burada hamısında. Sadəcə hər aboyda nə qədər belə başa salmışsa. Aboyda, məsəl üçün aboya görə dəyişir. Aboyda xırdalıqlar varsa, o xırdalıqları oynanırsınız sadəcə. Kölgəsi hardan aboyun düşübsə, o aboyun kölgəsini orada oynadırsınız.
aboyun nə bilim xüsusi funksional çıxıntısı, deşiyi falan varsa, onun böyütməyə, balacalaşdırmaya, enini, hündürlüyünü, bucağını, bunları ancaq oynadırsınız. Bunlar yəni tənzimlənir. Hə, deyək ki, belə bir aboy məsəl üçün hazırladınız. Bu material hissəsindən də bitirmiş olursunuz bu hissəsi. Sadəcə bu işləyir və ya da defaultda saxlaya bilərsiniz. Bir də lighting hissəsi var. Artıq lighting hissəsi bu 3D-nin necə ki obyekti yığmağınız önəmlidir. Sonra da obyektivizin işığı ilə, kölgəsi ilə oynamaq da çox önəmlidir. Bu lighting hissəsində həm işıq, həm kölgə pozisiyası keçərlidir. Həm işığı oynadırsınız, həm kölgəni oynatmış olursunuz. Burada standart var. Standart seçsəz. Standartlar standart. Bu hal-hazırda standartda yox səndə. Buradan bax, istəsəz belə oyuna tənzimləyə bilərsiniz. İşıq kölgə hardan düşsün, belə bu dairəni tərpədərək oynada bilərsiniz. İstəsəz buradan, bu funksional hissəsindən rəngini dəyişə bilərsiniz. Göy, işıq göy düşdü. Ağda ağ düşür. Burada infarktdan işığın dərəcəsini artıq nə qədər işıqlandırılma olsun. Insight hissəsindən bunu eləmiş olursunuz. Rotation'dan işıq hansı tərəfdən düşsün, onun rotation tənzimləyirsiniz. Height hissəsindən hündürlüyü tənzimləyirsiniz, işığın hündürlüyü nə qədər olsun. Softness isə işığın sadəcə soft və yaxud da sərt şəkildə düşməsini tənzimləmək üçündür. Bunları bu şəkildə tənzimləyirsiniz. Burada depay hissəsi var. İşıq mərkəzdən üçün. Bu da özü avtomatikdə. Top left soldan mı düşsün, top right sağdan mı düşsün. Bunları məsələn köməkçi vasitə kimi işlədə bilərsiniz. Sonra bunlar olsa tənzimləmək də olur. Right seçsə, right-a uyğun işıqları tənzimləyirsiniz. Buradan da tənzimləyə bilərsiniz və ya da buradan tənzimləyə bilərsiniz, fərqi yoxdur. Top left seçsə, top left-ə görə tərpənməyə başlayacaq işığınız. Məsəl üçün. İşığı da oynadıqdan sonra hər şey artıq hazır olmuş olur. Gəlirsiniz bir dənə bu düyməyə klikləyirsiniz, Render with Ray Tracing düyməsinə klikləyirsiniz. Gözlüsünüz render gedir. Render getdi və daha da material keyfiyyətli və realistik şəkildə oldu. Bunun gözünü bağlayırsınız, klikləyirsiniz belə və 3D-viz hazır olmuş olur. Bu şəkildə 3D-ləri hazırlayırsınız. Məsəl üçün, bu 3D-ləri hazırlaya bilərsiniz backgroundlarınızın arxa planlarında. Məsəl üçün, abstraktlar işləyirsiniz 2D şəklində. Yəni, çəkdiyiniz o 2D abstraktları 3D-yə çevirə bilərsiniz. Bu tipdə tənzimləmələr ola bilər. Müxtəlif cür 3D-lər var ümumiyyətlə, yəni. İstədiyiniz şeyləri 3D-yə çevirə bilərsiniz. Yəni, nə istəsəz çəkirsiniz 2D şəklində. Məsəl üçün, belə bir şeylər çəkirsiniz, sonra onu 3D-yə çevirirsiniz. Amma belə şeyləri də parça-parça işləyirsiniz. Yəni, başı, bədəni ayrıdır, gözləri ayrı, ağızları ayrı. Necə ki, məsəl üçün, 2D illüstrasiyanı tək-tək çəkəcəksinizsə, çəkəndə də tək-tək effektə verəcəksiniz. Ayrı-ayrılıqda verəcəksiniz 3D şəklində. İşığının kölgəsini falan tənzimləməsi öz yerində, yəni bu şəkildə olmuş olacaq. Yəni nəyi istəsəz çevirməniz mümkündür. Yəni belə 3D ikonları da çəkib 3D-yə çevirə bilərsiniz. Adi bir şəkildə tənzimlənəcək bir pozisiyaya malikdir. Belə fiqurlar yarada bilərsiniz. Orada fill rəngi yox, stroke rəngi vermiş olursunuz. Loqoları eləyə bilərsiniz. Hazırladığınız loqoları 3D-yə çevirə bilərsiniz. Yəni, xarakterlər yarada bilərsiniz. Məsələn, belə 2D-ni 3D-yə çeviriblər. Avtomatikdir. Sadəcə burada sizin məqsədiniz X-Rite bevellarla oynamağınızdır və işıq kölgənizi tənzimləməyiniz üçün istifadə edilir sadəcə. Axtarışlarda da 3D məsələn, abstract background da yazıb baxa bilərsiniz. Belə tiplərdə abstract backgrounddır, məsəl üçün. Adi 2D şəklində işləyib, sonra sadəcə ayrı-ayrı parça-parça şəklində 3D ilə işləmiş olursunuz. Başa düşdünüz?
Üçdə məsələsini. Bəli, Tamam. Nəsə sualınız var bununla bağlı? verin. Tamam. Onda Üç. indi videonu sizə atıram. 10 dəqiqə ərzində, 15 dəqiqə ərzində bir dənə balaca kiçik bir şey yaratmağa çalışın 3D ilə bir ədəd. Fiqur ola bilər, hərf ola bilər. Yəni sadəcə yoxlayın, görün necə işləyir, görün sualınız yaranır orada yoxsa yox. Yaxşı? Oldu. Sonra təzədən yenə növbəti dərs keçəcəm sizə. Tamam.